Tamaşaçılar onu söyleyeyim ki 1. Avropa Oyunları Bakı 2015 ilk defa Azərbaycanda keçirilən 1. Avropa Oyunlarının stand marafon bizdə başladı və 37 gün qalır. 37 gündən sonra Azərbaycan bu möhtəşəm yarışmanın şahidi olacaq, qollarını açacaq, ev yiyəsi olacaq, ev sahibi olacaq və bura dünyanın 50 ölkəsindən, Avropanın 50 ölkəsindən insan gələcək, insanlar gələcək və müxtəlif mədəniyyətlərə sahib, müxtəlif dillərə sahib insanlar gələcək. Azərbaycan mədəniyyətini, Azərbaycan dövlətinin qüdrətini daha yaxından görəcəklər və mən əminəm ki, bizim də bu marafonumuza çox insanlar qoşulacaq və sabah burada elə insanlar olacaq ki, siz özünüz də həqiqətən çox sevinəcəksiniz o insanların burada iştirak etməsi. İnanın, çox möhtəşəm bir yarışma, çox möhtəşəm bir yarışma. Azərbaycan üçün çox vacib bir yarışma. Bunu bilənlər daha gözəl bilir ki, bu yarışmanın Azərbaycan üçün önəmi nə qədərdir. Və bizim marafonumuzda da iştirak etmək istəyən insanlar varsa, öz kreativ düşüncələrinizlə, fikirlərinizlə, məsələn, mən bunu istəyirəm, mən bunu etmişəm, mən bunu hazırlamışam deyib, marafonumuza qoşulub, stendimizin qarşısında bunu təqdim eləyə bilərsiniz. Ən dəyərli kreativ düşüncəyə bizdən Avropa oyunlarına, 1. Avropa oyunlarına, Bakı 2015-ə açılış mərasiminə bilet əldə edəcəksiniz. Operatorumuz Azad deyir ki, mən kreativ bir dənə foto eləsəm mənə deyir, hədiyyə verə bilərsiniz. Elə verək. Gəl sən dur orada elə, mən çəkirəm. Gəl ver mənə kamera. Ver. Ver kameranı. Ya Allah, hey. Operatorluqda bir iş deyilmiş ha. Ver görüm. Gəl görüm. Mən buradan belə baxa bilərəm. Buradan çətindir. Aha. Nə? Mikrofon ver ona, görüm nə eləmək istəyir. Təranə, yaxınlaş zəhmət olmasa. Nə edəcəksən Azad? Salam aleyküm. Bu dəqiqə belə bir hələ dəqiqləşdirməmişəm fikrimdə, amma... Bəs mənə nə göstərmirsən ki, mən də çəkirəm? Nəsə bir kreativ bir şey... Yox, indi hal-hazırda. Təranə xanım, ona xahiş edirəm, bir kreativ düşüncə deyin ki, o kreativ bir düşüncə nəsə eləsin də. İçək ondan gəlib, deyə özü deyəcək. Yəni hələ fikirləşirəm, bəlkə bir Bakının fonunda və yaxud nəsə bir şey. Yox, burada. Bir dənə mənim telefonumu ver, əstirirəm, hə, Təranə, sevinç. Təranə, dayan zəhmət olmasa yerində, zəhmət olmasa. Yox, bir dənə mənim telefonumu ver, qoy özü bir selfie eləsin orada. Ver Faik. Sevinç nətər çəkirəm. Bəzi operatorlardan gözəl deyir, işləyirsən. Sən məni çəkir, Vüqar, sən onu niyə çəkirsən ki? Sən çək ki, mən nətər işləyirəm burada. Operatorluğu da bacarıram. İndi hal-hazırda Azad... Aha. Aha. Ay Allah, aləmi qatdım bir-birinə. Vüqar, çəkil, kadra düşürsən, tamam. Kənardan ver. Ay Allah. Azad, hər kəs öz peşəsində gözəldir, gəl yerinə. Və indi bax, Azadın indi çəkdiyi selfini mən yerləşdirəcəm Instagram səhifəmə. Və əminəm ki, bu kreativ düşüncələr, kimin kreativ düşüncəsi varsa, mütləq bizdən bölüşsün və birbaşa ATV kanalına gəlsin və burada da təqdim eləsin. İkinci Azaddan. Aha. Zauratdan xət günah Instagram səhifəsinə getdi. Bu qədər bizdən. Və davam edirik. Hal-hazırda Vüsal burada əyləşib. Hal-hazırda xəttə isə xanım, indi eşidirsiniz bizi?
Eşidirsiniz. Sizin uşağınız necə itdi, onu deyə bilərsinizmi? Bizim demək 2 gün sonra qardaşımın verişi olmalıydı. Aha. Eşdə qapıda, küçə qapısında uşaqlarla oynayırdı. Aha. Bir də baxdıq ki, yoxdur. Yəni uşağı buraxdınız həyətə və gördünüz ki, uşaq artıq yoxdur. Yoxdur. Aha. Biz axtaranda dedilər ki, maşına qoydular, apardılar. Maşına qoyub apardılar. Apardılar. Sizin kimlənsə konfliktiniz vardı mı? Bizim konfliktimiz olmuşdu. Ancaq şübhələndiyimiz. Şübhələndiniz. Günləri ədavət olub arada. Ancaq düşmənçilik olmuyubdu. Siz polisə müraciət elədinizmi 92-ci ildə? 92-ci ildə neçə İlk Avropa oyunları yüksəlir. Araşdırmalar getdi və nəticə olmadı. Bu uşaq sizin ürəyinizə yaxın gəlirmi ki, bu sizin uşağınız ola bilər? Mən oğluma baxıram. O da 4 vaxtı elə savsem ayrıydı. İndi baxıram ki, uşaq dəyişibdir. Sifətinin quruluşu, qaşı, gözü dəyişibdir. Sizin başqa oğlunuz var mı? Başqa övladınız, oğlunuz var mı? Oradadır mı? Gəlsin zəhmət olmasa. Bu da oğlum. Rahat oturun, biz də görə bilək. Aman, oxşuyurlar bir-birlərinə. Biraz siz tərəfə gəlsin, zəhmət olmasa. Ay, çox oxşarlıq var. Burunundan belə hər şey oxşarlıq var. Çox dəyişdi, ona görə mən ümumiyyətcə Vilayət bəyin dedikləri demək olar ki, bizim bütün şübhələrimizə eyni üst-üstə gəlir. Eyni qadından şübhələnməmiz, sonra milis şöbəsindən adamlardan şübhələnmişdik. Onun uşağı aparıb verməsi, uşağa xüsusi qulluq olunması, hətta bizə məktub yazıb atıldı ki, uşağa xüsusi qulluq olunur. Bax belə. Amma baxın, sizin yanınızdakı uşaqla, bu uşağa, baxın anam, sizin yanınızdakı uşaqla Vüsalın çox oxşarlığı var. Siz özünüz oxşada bilirsinizmi? Studiyamızdakılar oxşada bilirlərmi, ekspertlərimiz? Bəli, oxşayır zağı. Bəs atası oradadırmı? Atanı görə bilərikmi? Atasının qardaşı rəhmətə gedib, üzü tülüdür, bu dəqiqə. Olsun, biz onu görmək istəyirik. Bəs o uşağın qolunda hansısa bir nişanə, işarə varmı? İşarə ayağında anadan gəlmə ləkələr var. Atanı da görək. Aman, oxşarlıq. Salam. Salam əleykim, müəllim, necəsiniz? Allah canınızı sağ olun. Rəhmətə gedənləriniz üçün də başsağlığı veririk, çox təəssüf hissi keçirdirik. Allah rəhmət eləsin. Və onu deyim ki, hal-hazırda Vüsalla sizi belə baxıram da, doğrudan çox bənzərliyiniz var. Siz özünüz bənzədirsinizmi? Ümumiyyətlə, içinizdə nə his var? Bax, burunun quruluşundan belə, hə? Oxşarlıq varmı Şəfqə xanım? Bəli, atası oxşayır onlara. O qardaşı da oxşayır. Qardaşı da oxşayır. Yəni bizim maksimum işimiz ondan ibarət olacaq ki, bütün bu şübhələrə yox gətirməkdən ötürü bir DNK analizi eləyək, qan analizi. Siz buna hazırsınızmı? Hazıram. O zaman siz, biz mi Vüsal ora gətirək, siz mi bura gələsiniz? Necə edək? Mən gələrəm. Gələrsiniz. Nə zaman gələ bilirsiniz? Sabah gələrəm. Sabah uça bilirsiniz bura. Gələrəm. Bəlkə həftənin bazar ertəsi olsun, çox tələsməyək, biraz bazar ertəsi görüşək sizlə. Bazar günü gəlin, bazar ertəsi proqramımıza çıxın, olar mı belə? Olar. Tamam, olsun. O zaman inşallah həftənin bazar ertəsi sizi gözləyirik. Çox sağ ol, gözləyim, gələcəm. Mən sizə təşəkkür eləyirəm və inşallah ki, Vüsal sizin övladınız olar, inşallah. Mən də o insanı saxlayan o saqqalın canını sağ eləsin. Allah Vüsal atasını atalı eləsin. Çox sağ olun, çox sağ olun. Yəni, mən bilirəm ki, sizin üçün çox ağırdır. 20
neçə il artıq eləyir? 23 il bala axtarışında olmaq, gözü yollarda qalmaq, qapısından uşağın götürülüb qaçırılması həqiqətən də ağır bir dərddir. Mən bunu başa düşürəm. Sizə səbr diləyirəm. İnşallah bu qədər səbr etmişik, bir bunu da denəyək. Biz bilmirik dəqiq nədir ortada, siz də bilmirsiniz. Amma dəqiqləşər inşallah Allahın köməkliyi ilə və mən arzu eləyərdim ki, Vüsal sizin övladınız olsun. Ya Allah, Allaha qurban olun. İnşallah. Sağ olun, görüşmək üzrə. Həftənin bazar ertəsi gözləyirik sizi. Çox sağ olun, təşəkkür eləyirik. Və onu da söyleyeyim ki, biz hal-hazırda canlı bağlantıda, Moskva ilə canlı bağlantı etdik. Moskva idi, səhv eləmirəmsə, hə? Rusiya ilə canlı bağlantı etdik və canlı bağlantıda Vüsalın anası, atası ola biləcək, bu dəqiq deyil, ola biləcək insanlar əyləşir, onların övladları uğurlanıb, bilirsiniz və həftənin bazar ertəsi onlar bura gələcək Vüsal. Bu dəqiqləşsə, bu əminəm ki, bir şok olacaq. Kəşke bu deyilənlər düz olsun, kəşke sən onların övladı olasan. İnşallah. Çox sağ olun, Allah razı olsun, sağ olun. Keçək sonra. İlk Avropa oyunları yüksəlir.